Xeyir olsun dəyərli traderlər. Cümləniz mübarək olsun. Gəlin biz qızıla baxaq. Qızıl bugün nə edəcək və dünən nələr etdi, səhər saatlarında nələr oldu. Yəni bildiyiniz kimi qızıl dünən də, bugün də səhər saatlarında dəyər aşağı doğru Fibonacci əsasında hərəkət edir. Yəni bugün heç bir xəbər yoxdur. Və aşağıdakı hədəfləri nəzər çatdırmaq istəyirəm. Yəni 4600-dən aşağı formalaşsa 4575, 4551, 4524 və 4497-lərdir. Aşağıdakı hədəflər. Yəni bugün günün ikinci yarısından sonra qalxacaq yoxsa qalxmayacaq sualına gəldikdə isə hal-hazırda ümumi istiqamət hələ ki aşağıdır. Yəni vacib xəbərlərə baxanda heç bir xəbər yoxdur. Dünənki xəbərlərdə Amerikada iki xəbər yerində qaldı və bir xəbər pis oldu, amma qızılı hər həftə çıxan xəbər də belə qızılı belə də əlsə gətirə bilmədi. Yəni təkan verə bilmədi. Yəni dünənki 16:30-dakı Amerikada çıxan vacib xəbər retail sales, yəni hər ikisi verdikləri proqnoz kimi yəni yerində qaldı. Amma birinci pərakəndə satış 1.9% olsa belə, proqnoz nə demişdirsə elə də çıxdı. İkinci isə, yəni təbii ki, əvvəlki çox pis idi, sonraki pərakəndə satış yəni düzəldi və proqnoz kimi qaldığı üçün bazara o qədər də təsir göstərmədi. Əslində bu proqnozlar yəni necə var elə də qaldı, yəni yaxşılığa doğru nə demişlər elə qaldı. Təbii ki, qızıla dərhal təsir göstərməli idi ki, qızılı aşağı salmalı idi. Amma hər həftə çıxan unemployment claims yəni biraz pis çıxdı. Yəni ona görə bazar biraz tərəddüdlü qaldı. Amma sonunda yəni Amerika üçün plus oldu və qızıl sürətlə aşağı doğru istiqamətinə gəldi. Bugün heç bir xəbəri yoxdur. Orta xəbərlərdir, yəni zəif xəbərlərdir. Hətta Amerikada belə. Onun üçün də bugün bazar sırf texniki analiz əsasında hərəkət edəcək. Yəni hansı nöqtələrə qədər, əgər belə deyək, 4600-dən aşağı formalarsa, yəni tədricən 4575-ə kimi gəlməsə də, amma 4590-lara kimi gəlmə, 89-lara kimi gəlmə ehtimalı var. Alış əməliyyatları nə vaxt olacaq? Alış əməliyyatları səhər saatlarında, yəni qiymət aşağı düşüb. Burada belə bir üçbucaq yaradıb. Bu əslində eniş üçbucaqdır uşaqlar. Yəni enməsini nümayiş etdirir. Amma bu istiqamətdə buradan belə bir hərəkət edə bilər. İlkin olaraq hara qədər? İlkin olaraq deməli 4636-lara qədər. Ondan yuxarı formalarsa, təbii ki, biz bu hissəni, buradan olan bu məsafəni, yəni 30 dollara məsafəni iki hissəyə bölərik. Yəni birinci 4652, sonra ondan yuxarı formalarsa 4668-lərə qədər. Təbii ki, əgər bundan da yuxarı formalarsa, yenidən təzyiq altındadır, 4680-lərə kimi yüksəlməsi gözlənilir. Amma dünəndən bugünə qiymət 110 dollar enib. Keçək gümüşə. Gümüşdə aşağıdakı iki hədəfi və yuxarıdakı iki hədəfi nəzər çatdırım. Aşağıdakı dönmə nöqtələri 78-568-lər və 74-951-lər. Və yuxarıdakı hədəflər 87-844-lər və 91-592-lər. Təbii ki, korreksiyadan sonra qiymət 91-93-lərə qədər qalxacaq. Bu bir mənalıdır. Keçək evro dollara. Evro dollara dünən satış əməliyyatları haqqında məlumatı paylaşdıq. Yəni evro dollarda satış demək 1.17-lərdən idi. Yəni kifayət qədər gəldi aşağı. Bugün hədəf olaraq hansı hədəflərə fokuslanıb 1.16-300-lərə. Alışlar necə olacaq? Alışlar hələ qiymət, yəni burada da təzyiq altındadır. Alışlar gələr 1.16-600-lərdən.
Satışlar isə hədəf dediyimiz kimi hədəf 1.16300-lərdir. Funtun dollar rəqabətində də dünən biz satış əməliyyatları 1.35-lərdən dedik və bu da kifayət qədər gəldi aşağı. Bugün hədəf 1.33464-lərdir. Alışlar üçün isə, yəni bu da təzyiq altındadır. Alışlar yəni yalnız 1.34-150-lərdən gələcək. Amma erkən alışlar gələ bilər 1.33-820-lərdən. Bu da yəni 100-120 pipsli, 150 pipsli qalxış gözlənilir. Bitcoin-ə gəldikdə isə, Bitcoin də dünən satış əməliyyatları haqqında məlumat 78-700 olmadı, amma alışlar oldu 79-650-lərdən. 79-650-lərdən qiymət yəni bu nöqtələrdən, yəni 2000 dollardan daha yüksəliyə imza atdı. Bugün satışlar, erkən satışları demirəm, əsas satışları 80.400-lərdən satışlardır. Alışlar isə deməli 81.500-lərdən, 81.500-lərdən alışlardır. Ethereum-da da dünən biz alış əməliyyatları haqqında məlumat paylaşdıq, yoxsa paylaşmadıq, paylaşmamışıq, amma demişik YouTube-da alış əməliyyatları gəldi. Bugün satışlar 2250-lərdən satışlarda, alışlar isə, alışları biz belə eləyək, yəni daha dəqiq olsun deyəndə, alışları biz verərik 2285-lərdən alışları verərik. Gözlə Yaponiyanın uşaqlar dünən 2 dəfə belə kölgə ilə, sürətli kölgə ilə buraxdı, yenə qalxdı yuxarı və Türk lirəsinə baxaq. Türk lirəsi artıq 45-500-dür uşaqlar. Türk lirəsi getdikcə gedir yuxarı. Diqqətlə baxın. Türk lirəsinə baxın uşaqlar. Baxın, muncuq kimi düzülüb gedir yuxarı. Yəni, eniş yoxdur. Bunu Amerika, İngiltərə, Türkiyəni, iqtisadiyyatını dəhşətli dərəcədə zərbə vurmaq istəyir. Baxın, görün. Dəhşətdir. 2 həftə bundan qabaq biz İstanbulda olanda 4500 idi. Artıq görün nələr, hara qədər gedib. Nəysə, qalxaq, biz baxaq neftə. Neft dünən satış əməliyyatlarında da, alış əməliyyatlarında yaxşı nəticə göstərdi. Bugün alışlar 110-20-lərdən, satışlar isə, erkən satışlar 109-20-lərdən, amma əsas satışlar isə 108-70-lərdən uşaqlar. Demək, Nasdaq, S&P, Dow Jones, DAX-lar, yəni S&P gördüyünüz kimi 74 bu nöqtəni demişdim sizə, 74 56, yəni 7456-dan keçib 7795-ə tərəf fokuslanıb. Nasdaq-dakı 29926-lara artıq yaxınlaşır. DAX da biraz ləngir, o da qalxacaq. Dow Jones isə o da 50430-lara qalxır. Belə əzizlərim, əsasən də bizdə yenən qızıldır. Baxın, qızıl yenidən bir minimum vurur və 4600-ə hədəflənib. Ondan aşağı formalaşsa 4590-lara qədər enməsi gözlənilir. Yəni, əməliyyat vermək istəyirsinizsə, mümkün qədər kiçik lotlardan verin. Çünki çox təhlükəli vəziyyətdir. Xəbər də yoxdur. Günün ikinci yarısından sonra bazara baxsaq daha yaxşı olar.